Ölüm yaxınlaşıb, ey Allahın qulu. Hələ də tövbəni gecikdirirsən. Hələ də qeybətə davam edirsən. Hələ də günahlara davam edirsən, böhtanlara davam edirsən. Hələ də ibadətlərdə səhlənkarlıq edirsən, nəyə gözləyirsən? Belini bükən qocalığı mı gözləyirsən? Yoxsa sənin qapını döymədən qapıdan içəri girib sənin ömrünü alanları mı gözləyirsən? Bax gör nə ilə məşğulsan. Hətta sələflər görsələr ki, onların danışmağı xoş gəlir özünə, dayandırardı danışığı. Görsələr ki, artıq susmaq xoş gəlir. Bu nə sakit insandır, necə əxlaqlı insandır, ədəbli. Danışmır heç, danışardılar. Ona görə bax ki, nə? Harada susursan və harada danışırsan, Allah Subhanahu taala sahabələri ixlaslarına görə ucaltdı. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olduqlarına görə.